təbiətində gülmək yoxdursa belə gül. Yəni gülümsər ol, təbəssümlü ol ki, insanlar səni görəndə qəlbləri fərəhlənsin. Hətta buna görə Allah Azza və Cəllə səni mükafatlandırır. Əlbəttə. Sənə mükafat verir, xeyir verir. Yəni əgər sən mültəzimsənsə, saqqallısansa, təbəssümün də olsun. Bu nə gözəl olar, nə yaxşı olar. Və insanlar zahirən belə deyək, yəni insanın zahirinə fikir verirlər, yəni təbəssümünə fikir verirlər. Və belə olan halda insanlar səni sevməyə başlayacaq. Yəni insanlarla gözəl müamilə etmək lazımdır. Onlara qarşı yumşaqlıq etmək lazımdır. Hətta Allah Azza və Cəllə buyurur ki, peyğəmbər kimi insan, yəni Allah Rəsulu, aləmlərə rəhmət göndərilən bir Muhammed, sadiqul əmin, sadiq insan, əmin insan. Bununla yanaşı Allah deyir ki, əgər sən sərt qəbul olsaydın, yanında olan o xeyirli insanlar var, sənin ətrafında qalmazdılar. Bunu Allah Azza və Cəllə peyğəmbərinə buyurur ki, əgər sən sərt olsaydın, aqressiv olsaydın, qaşqabaqlı olsaydın, insanlar sənin ətrafında qalmazdı.